Salam, dəyərli nəşrlərinin 20 aprel tarixində keçirilmiş olduğu sınaq imtahanından 6-cı siniflərin ingilis dili suallarına baxaq. Kanala abunə olmamısınızsa, zəhmət olmasa abunə olmağı da unutmayın. 51-ci sualda doğru variant olacaqdır A variantı, 52-də C, 53-də B variantı, 54 A. 55-in cavabı hal-hazırda məndə yoxdur, birazdan şərhə qeyd edəcəm. Əgər siz yazmısınızsa, şərhə yazın, yoldaşlarınız da yoxlasın. Mən də birazdan qeyd edəcəm, narahat olmayın. 56-da A variantı, deməli A variantı. Aha. Keçək digər suallara. %57-ci sualda doğru variant olacaqdır, deməli D variantı, 58-də B, 59-da C, 60-da isə açıq sualdır. Deməli, to keep someone or something safe from injury, damage or loss. Kimisə və ya nə isə təhlükədən saxlamaq, yəni qorumaq burada olacaqdır to protect. Buna mətndə 3-cü paraqrafda rast gələ bilərsiniz. 61-ci sualda deməli, antonim soruşur bizdən, yəni opposite deyil, late, early. 1C olacaqdır, full dolu, empty, boş, 2A. Cavab oldu C variantı. 62-ci sualda deməli, 1C plant flowers olar, gül əkmək olar, turn off the light, işığı söndürmək olar. 1C, 2B hansıdır? Deməli, 62-də A variantı. 63-də mən nənəmə bağın qayğısına qalmağa kömək edirəm deyir. Take care of ifadəsidir, qayğısına qalmaq. 64-də make up sentence, cavab D variantı olacaqdır. 65-də bir söz tələb olunur boş yerə, çox vəhşi heyvanlar, yəni nədəsə var deyir, biz onlara kömək etməliyik, kömək etməyə ehtiyacımız var. Təhlükədədir deyərik, yəni in danger. Bu formada. 66-cı sualda doğru variant olacaqdır D variantı, 67-də D variantı. İrəlidə hədiyyəli videoda olacaqdır. O videoları da qaçırmayın istəyirsəniz. Ona görə də həm də videonu sinif yoldaşlarınızla da paylaşa bilərsiniz. Bununla da həm də dəstək olmuş olarsınız. 68-ci sualda doğru variant olacaqdır B variantı. Niyə? O tortu özüm hazırladı. She-dən söhbət gedir. She-yə qarşılıq herself-dir. Qayıdış əvəzliyi bölməsidir. 59-da mənim qardaşım və mən qürur duyuruq, özümüzlə deyirik, yəni C variantı. 70-ci sualda isə Anna və Tom özləri mi hazırladılar? Anna və Tom kim? Onlar özləri, yəni themselves deyəcək, B variantı. 71-ci sualda mən bu adamı tanımıram, sən onu tanıyırsanmı? Mən kişi olduğu üçün biz ona onu əvəz etmək üçün him deyəcək, yəni A variantı. 72-ci sualda mənim qardaşım özünü incitdi, himself deyərəm və sonra deyirəm ki, mən ona kömək etdim deyərəm, I helped him deyəcəm. Doğru cavab C variantı. 73-cü sualda isə pişik deməli özünü güzgüdə gördü, itself qoyacam sol tərəfə, sağ tərəfdə də I laughed at, mən ona güldüm deyərəm, ona, onu, pişikdən söhbət gedir, ona görə D variantı oldu. 74-də sən Peterə və mənə sonra zəng edə bilərsənmi? Kimə? Bizə deyərəm. Az bizə bizidir. 75-də isə deməli onlar tortu gec dekor elədilər, daha sonra bəzədilər. Tortun altdan xətt çəkibdir. Nəyi? Onu, yəni it deyəcəm. Belə əziz şagirdlər, bütün imtahanlarda hər birinizə uğurlar olsun.